ustadımız, başqa bir İrfan ustadımız var. Qəşəng bir söz deyir. Deyir ki, baxsız görsüz, baxsız qissələrə, o aşiq, məşuq qissələr, Leyli Məcnunam o birisilər. Heç biri qovuşmadı. Heç biri qovuşmadı. Bu əslində bunu Füzuli də yazıb, bunu Nizam. Burada Füzulidə daha mənəvi. Məsələn, orada niyə qovuşdurmur? Niyə qovuşdurmur? Çünki məhəbbət ülvi, mücərrəd bir şeydir, maddi toxunuş deyil. Düzdür? O gəlsə Leyliyə, Məcnun məsələn, Leyliyə qovuşsa, toxunsa, o bitdi artıq. Keçdi maddi, cismani münasibətə. O bitdi. O bitməməlidir. Aşiq, əslində həqiqi aşiq bitməməsini istəyir. Bu aləmdə. Amma Allaha qovuşmaqla o eşq daha da çoxalır. Çünki Allahdan başqasında azalır. Fikir versiniz, Allahdan başqa bütün qovuşmaqlar müəyyən vaxtdan sonra sönür. Azalır, sönür.